Salam, axşamınız xeyir olsun əziz tələbələr. Deməli, biz yenə bugün Word-ün testlərinə baxacağıq. Deməli, uşaqlar, keçən dəfəki dərsimizdə 95-ə qədər test izahlarına baxdıq, 95-də dayandıq. İndi 95-dən etibarən növbəti sualların izahlarına baxaq. Deməli, 95-ci sualda bizdən nə soruşur? Hə, bu sualda yarımçıq qalmışdıq. Homelet tabının əmrlərini seçin. Deməli, şriftin ölçüsünün dəyişdirilməsi Homa məxsusdur. Biz bunu hardan icra edirik? Fontdan icra edirik. Deməli, şriftin ölçüsü var. Riyazi düstur əlavə edilməsi insertdə yerləşir. Blank səhifə artırmaq, elə bu da insertdə, page length qrupunun içərisindədir. Mətn sahəsində axtarış. Axtarışı icra edirik Humun editing lent qrupundan find vasitəsilə klaviatura qısa yolda Ctrl F-dir. Vacib mətn elementlərinin fərqləndirilməsi. Bu isə bəlkə enterdir və o harda yerləşir? Referansda. Referans. Deməli, Homelet tabının əmrlərini seçin dediyi üçün 1 olacaq. Bir də 4 olacaq. 1, 4. Bir də 5 müəllimə. 5-i mən niyə oxumadım? Hə, 5 gözümdən qaçdı. Çapda görünməyən simvolların göstərilməsi isə yerləşir paragrafın içərisində. 5-i nəsə gözümdən qaçdı. Hə, 1, 4, 5. Aydındır. Keçək növbəti sualımıza 96-ya. Neçə saniyə? Uyğunluğu müəyyən edin. Deməli, sənədə xüsusi formalı yazıların əlavə edilməsi. Burada ümumiyyətlə text box nədir? Text qutusu əlavə edir. Word artıq xüsusi, belə deyək, dekorativ yazılar deyirik. Bax, kitabda bu şəkildə yazılır. Dekorativ yazıların əlavə edilməsi. Drop kəpdəki hansı ki birinci hərf nəzərə çarpacaq dərəcədə böyük olur, digərləri isə orta ölçüdə təyin olunur. İndi baxaq. Birincisi, səsləri bağlı saxlayaq. Birincisi text box, text qutusudur. Deməli, sənədə obyekt şəklində düzbucaqlı çərçivədə əks olunan mətn qutusu əlavə edir. Bir olacaq S. Bir olacaq S. İkincisi ya adı ya yeri. İkiyə baxaq. İkincisi Word artdı. Sənədə xüsusi formalı yazılar. Bəli, xüsusi formalı yazıların əlavə edilməsi üçündür. Deməli, yer deyil, adı. Daha sonra üçüncüsü isə drop cap. Abzasın birinci simvolunun böyüdüb bir neçə sətir boyu yazılmasını təmin edir. Tamamilə doğrudur. Cavab olacaq S bəndi. Keçdik 97-ci suala. Aşağıdakılardan hansı layout let tabından yerinə yetirilmir? Aha. Deməli, gəlin baxaq. Birincisi mündərcatın yaradılması. Biz elə bunu yerinə yetirmirik. Hardan edirik? Bunu referansın içərisindən. Bizdən isə layouta aid olmayanları soruşur. Baxın, yerinə yetirilmir soruşur. Növbəti, səhifə fonuna su nişanının əlavə edilməsi. Bu da yerinə yetirilmir. Bu da dizaynda yerləşir. Deməli, su nişanı arxa fona əlavə edilir. Hardan? Alsana hara koydun? Yum yerim ona istəyirdi. Növbəti üçüncü sualdan davam edir. Üçüncüsünə baxırıq. Qrafik obyektlərin qruplaşdırılması. Bu layoutun hətta arrange lent qrupunda yerləşir. Deməli, üçü götürməyəcəyik. Yerinə yetirilməyənlər soruşur bizdən. Mətndəki başlıqlara üslubların tətbiqi. Bu da hardandır? Home-dan təyin olunur. Bu da oradan yerinə yetirilmir. Styles'dan. İki sənədin müqayisəsi. İki sənədi buradan müqayisə etmirik. Hardan edirik? Biz review'da compare vasitəsilə müqayisə edə bilərik. Hətta birləşdirə bilərik. Sözlərin sətirdən sətrə keçirilməsi zamanı hecəlara ayrılma. Bu var. Bunu biz elə page setupda layoutun içərisində yerləşir. Page setupdan edirik. Abzasın iç simvolunun nəzərə çarpacaq dərəcədə böyük yazılması isə insertin text link qrupunda yerləşir. Drop cap. Deməli, bu da oradan yerinə yetirilmir. Deməli, bu tip suallar çox qarışdırıcıdır. Ona görə diqqətli yanaşmaq lazım. Yerinə yetirilmir. 1, 2, 4, 5, deməli 7. 1, 2, 4, 5, 7. Keçək növbəti sualımıza. Deməli, növbəti sualdan 98-ci sualda görək bizdən nə soruşur. Mətn fraqmentinin sürətini həmin hissəsini saxlamaqla başqa bir yerə yazmaq üçün hansı əməliyyatı yerinə yetirmək lazımdır? Həmin fraqmenti seçib ardıcıl olaraq paste və cut yox. Paste special əmrlərindən istifadə olunacaq. Kartdan, baxın, sürətini deyir özdə. Kartdan yox, kopyadan. Deməli, paste və copy
Yox. Deməli uşaqlar bax, həmin fraqmenti seçib ardıcıl olaraq paste və copy düymələrini basmaq, həmin fraqmenti seçib copy düyməsini basmaq, sonra sürəti yazılacaq yeri qeyd edərək paste düyməsini basmaqla. Cavab olacaq burada D variantı. Bax yenə də oxuyuram, suala qayıdıram, diqqətlə baxın, görün nə deyir sizə. Deyir, mətn fraqmentinin sürətini həmin hissəni saxlamaqla, yəni həmin hissə qalsın yerində. Deməli, kat ola bilməz. Başqa bir yerə yazmaq üçün hansı əməliyyatı yerinə yetirmək lazımdır? Birinci lazım olan hissəni nə edirik? Birinci lazım olan hissəni seçirik. Baxın, həmin fraqmenti seçirik. Sonra copy əmrinə, yəni düyməsinə basırıq. Sonra sürəti yazılacaq yeri qeyd edərək paste düyməsini qeyd edirik. Aydındırmı? Sonra, yəni hara yapışdıracaqsa həmin hissədə paste düyməsindən istifadə edirik və yaxud da Ctrl V-dən də istifadə edə bilərsiniz. 99. Susmaya görə Quick Access Toolbar, deməli, müraciət panelində hansı düymələr yerləşir? Sol yuxarı küncdə default vəziyyətdə yerləşir, lentdən yuxarıda. İstəsək onu lentdən aşağıda da yerləşdirə bilərik. Yəni susma halında biz ora nəsə əlavə etmədən, əsas halda hansılar görsəniz, save orada görsəniz, New-nu özümüz istəsək əlavə edirik. Redo görsənir. Bir də Undo görsənir. Bu bilgisayar məsələn Open-dir, Copy-dir, Cut-dır, New-dur. Bunlar yəni istəsək olacaq orada. Yəni məsələn mən indi baxın, məndə Word-də nə var hal-hazırda? Ola bilər ki, nələrsə artırmışam, amma yəni sırf default vəziyyətdə heç nə artırmamısansa, bax burada görürsünüz, məndə görün nə qədər şey var. Burada hətta cut da var, burada hətta siyahı yaratmaq da var. Bax məsələn Undo-dur, Redo-dur, bir də save, bunlar default vəziyyət üçün yerləşir. Sonradakı nə istəyirsən artıra bilərsən təbii ki. Yəni burada gördüklərimiz onsuz da müəyyən yer. Məsəl üçün düzdür. Redo ilə Undo əsasən orada yerləşdiririk. Başqa hansısa bir tabın içərisində istifadə olunmur. Amma burada gördüyünüz digər komandalar elə müəyyən tablarda yerləşmiş hissələrdir. Keçək 100-cü suala. Sənədə cədvəlin əlavə edilməsi, əlavə olunması üsulu düzgün verilməmişdir. Bax, diqqətli olun bu tip suallar. Bu son qəbulda ən çox edilən səhv budur. Verilmişdir, verilməmişdir, neçəsi, hansı, bax, bu tip suallara diqqətli olun. Sənədə cədvəlin əlavə olunması. Insert table, quick tables. Burada əlavə edə bilərəm. Onlar da sürətli müraciət hissəsinə, yəni sürətli müraciət hissəsi budur ki, əvvəldən orada hətta biz save edib saxlaya bilirik. Bax, gəlirik burada insertdən tablesdan, quick table'dan. Burada məsəl üçün hazır cədvəl formaları var. Hətta biz burada yəni save selection edib özümüzün yaratdığı cədvəli də bu siyahıya artıra bilərik. Keçirəm növbəti sualıma. Deməli, A variantı doğrudur. Table lent qrupunda table düyməsini sıxıb lazımı sayda sətr və sütunu seçməli olar. Bu da mümkündür. Insertdən table'dan draw table əllə çəkmək olar. Bunların hamısını göstərəcəm. Referansdan table of content mündərcət yaratmaq üçündür. Bu cədvəl əlavə etmək deyil. Insertdən table'dan insert table olar. Gəlin hamısını göstərim. Insertdən baxın. İstəyirsiniz belə seçin. 10-un 8-ə bir cədvəl yaratmaq olacaq maksimum. Yəni 10 dənə sütun, 8 dənə sətir. Və yaxud da insert table-a basırsınız. Burada sütun və sətir sayı yazılır, nə qədər istəyirsinizsə. Və yaxud da burada draw table-dan əllə çəkərək əlavə edə bilərik. Və yaxud da bir mətn varsa, biz o mətni cədvəlləşdirə bilərik. Seçərik, sonra bunu convert text to table-dan cədvəlləşdirərik. Cədvəldən çıxartmaq da layout tabının içərisindədir. Bu layout yox. Cədvəl əlavə edəndə yaranan layoutun içərisində. Excel spreadsheet, Excel cədvəlinin əlavə edilməsi. Quick tables isə burada sürətli cədvəllər, yəni sürətli nümunələr içərisindən hazır cədvəli seçərək əlavə edə bilərsiniz. Amma referansın içərisində table of content mündərcət yaratmaq üçün istifadə edilir. Deməli, 100-də cavab olacaq D bəndi. Keçək 101-ci suala. Səhifə 1-dən başlayaraq nömrələnmişdir. 50 səhifədən ibarət sənədin çapı aşağıdakı parametrlərə əsasına göndərilir. Printerdə cəmi 5 ədəd A4 vərəqə olarsa, çap olunacaq səhifələrin nömrələri aşağıdakılardan hansı ola bilər? Bir də baxaq, 1-dən başlayır nömrələnir və 50 səhifədən ibarətdir. Baxaq, demək kopyada 2-dir. Kopyada 2-dir. Kopya 2-dir. Deməli, 50 səhifəlik sənəddir və burada 50 səhifə bizə elə də əhəmiyyətli olmayacaq. Çünki onsuz da burada verib bizə ki, hansı aralıqda səhifələr çap olunsun. Və burada uncollated verilib. Bu deməkdir ki, biz 2 nəfər getmişik çap etdirməyə. Kopya sayına görə bildim ki, 2 nəfərik. Və uncollated yəni dəstələmədən çap edir. Dəstələmədən çap etdiyi üçün birinci hər ikimizə birinci səhifəni çap eləyəcək. Sonra 3-dən 6-ya kimi. Bax, ikimizə də 3, sonra ikimizə də 4-dən, sonra ikimizə də 5-dən, sonra 6-dan, sonra keçəcək hər ikimizə 8-dən, sonra 10, sonra 11, ta ki 14-ə qədər bu şəkildə 2-2 çap eləyir. Və
Burada dedi ki 5 dənə vərəq var. 5 dənə vərəq varsa ardıcıllıq belə olur. İkimizə də 1, sonra ikimizə də 3, sonra deməli 4. Artıq bitdi. 5 dənə vərəqin çap olunması ardıcıllığı bu şəkildə olacaq. 1, 1, 3, 3, 4. Yəni C variantı. Amma əgər collated verilmiş olsaydı, elə sırayla bir nəfər üçün çap olunardı. 1, 3, 4, 5, deməli 6. Bu şəkildə çap olunardı. Əgər collated verilmiş olsaydı, 1, 3, 4, 5, 6 olardı. Yəni D variantı olardı. Keçək növbəti sualımıza. Növbəti sual 102-ci bu PDF-in sonuncu sualıdır. Sənəddə seçilmiş mətn fraqmentinə fon zəncinin verilməsi üçün hansı düyməni klikləmək lazımdır? Diqqətlə baxsaz, səhv edə biləcəyiniz məqam yoxdur əslində. Bu şriftin rəngidir. Bu bilirsiniz ki, yəni kölgə effekti və s. Yazmaq üçündür. Bu isə, əslində bunu bir dənə qarşılayacağınız 3 düymə var, onu göstərmişəm. Burada cavab olacaq B variantı, seçilmiş mətnin arxa fonunu rəhləmək. Mən bunu keçən dəfəsində izah olaraq demişdim sizə. Demişdim ki, əgər səhifənin rəngi desə, bunu onsuz da görürsünüz ki, bax, vərəqdir, vərəqin üstünə vedrə ilə su töküblər, və rəng töküblər və o həmin rəngdə olub, bax, göy rəngdə olub. Yəni bu səhifənin rəngidir. Adından da görmək olur, page color. Bu yerləşir dizaynda. Amma əgər bu ikisini qarşıda bilərsiniz, text highlight-la bu shading, yəni bir növ belə deyək də, sırf abzasın arxası desə, bu shadingdir, bu abzas. Fikir verin, bu düzbucaqlı var, ha, belə düzbucaqlı xətti görürsünüz. Bunu bir abzas kimi düşünün. Abzasın arxasını rəhləyir. Amma bu AB yazıb AB-nin üstünü rəhləyəcək. Ancaq mətn yazılan hissəni rəhləyəcək. Bu amma mətn olmayan abzaslar arası məsafələr də rənglənmiş olacaq. Bunu keçən dəfəki dərsdə əyani şəkildə izah etmişdim. Cavab olacaq B bəndi. Sual varsa buyurun, yoxdursa baxın görüm yazdıqlarınızdan. Nə yazmısınız? İndi keçək növbəti suallara. Deməli, birinci sualda bizdən nə soruşur? Bircə saniyə uşaqlar. Tamam. Deməli, birinci suala baxaq. Bu hansı əməliyyatı yerinə yetirir? Və qeyd edim ki, burada olan suallar qəbul suallarıdır. Yəni, müxtəlif illərdə qəbula düşən suallardır Word-lə bağlı. Shift deməli, sola ox. Uşaqlar, sola ox düyməsi ümumiyyətlə sola doğru bir simvol hərəkət etmək deməkdir. Shift düyməsi isə onu seçməyə, belə deyək, imkan verir. Deməli, sola doğru, kursordan sola bir simvolun seçilməsi. Cavab olacaq elə A bəndi. Keçən növbəti sualımıza, amma keçməmiş bir şeyi xatırladım, gəlin. Deməli, əgər bir simvol sağa hərəkət desə, sağa ox, sola hərəkət desə, sola ox, bir sətir yuxarı desə, yuxarı ox, aşağı desə, aşağı ox. Əgər bu hərəkətdir, bax, bu hərəkətdir. Əgər bunları seç desə, seç deyən kimi bu düymələrin yanına bir dənə əlavə nəyə artıracaqsınız? Shift artıracaqsınız. Sonra anlayış böyüyərsə, misal üçün, bayaq deyirdi bir simvol sağa hərəkət. İndi bir söz sağa desə, artıq söz anlayışı böyükdür. O zaman kontrol plus nədən istifadə edəcəm? Sağa oxdan. Bir söz sağa hərəkət üçün və ya solo hərəkət üçün kontrol soluqdan və yaxud da bayaq bir sətir yuxarı, bir sətir aşağı sadəcə oxlar idisə, indi abzas anlayışı olsa, anlayış böyüsə, o zaman kontrol yuxarı ox, kontrol aşağı ox. Yəni əlavə olaraq anlayış böyüyən kimi kontrol artırın. Seçmək də deyən kimi shift artıracaqsınız. Anlayışı böyüdən kimi düymə sayda bir növ sanki çoxalır. Bu birinci sual. Müəllimə, Bəli. bəs o sətirdən kənarda var idi, o necə idi? Deyim. Deməli, əgər biz sol tərəfdə, bu sol sahədə, sol seçim sahəsində, sol sahədə bir dəfə klikləsək, o zaman sətir seçiləcək. Sol sahədə 2 dəfə klikləsəm,
Bax, bir dəfəsində sətr, 2 dəfə klikləsən, abzas seçiləcək. 3 dəfə sol sahədə klikləsən, bütöv mətn seçiləcək. Bütöv mətn seçiləcək. Və həmçinin kontrol düyməsini basıb sol sahədə bir dəfə klikləsəm, bax kontrola basıb sol sahədə bir dəfə klikləsəm, bu da bütöv sənədi seçəcək. Bu da bütöv sənəd seçir. Amma kontrola basıb sözün içində klikləsən, sözün içərisində, onda həmin sözün olduğu cümlə seçilmiş olacaq. Cümlə seçilmiş olacaq. Sonra başqa nə var? Nə bilim, bütün Bir də mətni F-lər var seçmək idi məndən. necə? F-ləri də neçə dəfə basanda Aha, elə bir şey var. F8 düymə. Bəli, F8 düyməsi də var, onu da deyəcəm. Sonra kontrol bütöv mətni seçmək. Kontrol plus nə ilə? Kontrol plus A vasitəsilə icra olunur. Elə deyilmi? Sonra F8 düyməsinin basılması var. Gəlin onu bir-bir göstərim. Bunları göstərməyəcəm. Bunlar çoxdur. Amma F8-də yəni göstərim, yadınızda qalsın. Deməli, bax, söz olsun burada, həm məlumatda, həm söz olsun. Və yazıram. Həm burada elə eləyəcəm ki, nöqtə qoyacağım. Bir cümləmiz tamamlansın. Sonra da keçək, abzasımız tamamlansın. Bax, bir abzas bitdi. Keçdim ikinci abzasa. Bunların abzas olduğunu necə görə bilərik desəz, gətirirəm qarşısına. Bax, burada xəttkeşin ən yuxarı hissəsi first line indentdir. Birinci abzasa sol boşluq məsafədən, yəni sol boşluq məsafəni təyin etmək üçündür. Eyni ilə buna da bir abzas təyin etmək istəsən, bu artıq abzasdır. Fikir versəz, mən yazıb enter düyməsinə basanda hər dəfə abzasa düşür. Amma shift enterə basanda, ben indi hələ shift enterə basmamışam, indi basıram. Shift enterə basanda artıq nə oldu? Növbəti sətrə düşdü. İndi gəlin biz indi nəyi yoxlayaq? Görək biz F8 düyməsini bir dəfə bassaq nə olacaq? Demək, bax bu sözün içərisindəyəm hal-hazırda. F8 düyməsindən bir dəfə bastım. Nəsə baş verdi? Yox. Demək, F8 düyməsi bir dəfədə heç nə icra etmir. 2 dəfə bassam nə olacaq? Söz seçiləcək. 3 dəfə bassam nə olacaq? Həmin sözün olduğu cümlə seçiləcək. Gəlin burada da hətta məlumat yazım, bir dənə gözləyim. Bax, burada da bir məlumat yazım. Görəsiniz ki, nöqtəni də buradan qoyaq. Hə, demək, baxın bu sözdə hal-hazırda. F8 düyməsini bastım, bir dəfə bastım. Heç bir şey baş vermədi. 2 dəfə bastım, nə oldu? Söz seçildi. 3 dəfə bastım, nə oldu? Həmin sözün olduğu cümlə seçildi. 4 dəfə bastım, nə oldu? Həmin məlumatın olduğu abzas seçildi. 5 dəfə basanda nə olacaq? Bütöv sənəd seçilmiş olacaq. Yəni, sanki anlayış getdikcə böyüyür. Deməli, biz F8 düyməsinə bir dəfə heç nə baş vermir. 2 dəfə klikləyəndə söz, 3 dəfə cümlə, 4 dəfə abzas, 5 dəfə bütöv sənəd, bütöv mətn. Aydındırmı? Baxım, nəsə yazmışsınız. Aha, keçirəm sualı. 4 dəfə bütöv sənəd oldu da sonuncusu. Bəli, sonuncusu bütöv sənəd, bəli. Keçək növbəti ikinci suala. Sadalananlardan hansı hiperkeçid ola bilməz? Yəni, hiperkeçidi biz hardan təyin edirik? Insertdən. Misal üçün, ola bilər ki, biz hər hansı bir söz seçmişik. Həmin sözə hiperkeçid veririk. Misal üçün, gəlin göstərim. Bax, bu sözə, indi bir söz seçim. Hiperkeçid verəcəm. Necə verirəm onu? Gəlirəm sözü seçirəm. Ctrl-K-ya basıram və yaxud da klaviatura Ctrl-K-dan başqa insertdən də bunu eləyə bilərəm. Gəlin insertdən də göstərim. Insertdən keçirik links link qrupuna, buradan da linkə. Və buna hiperistinad veririk ki, bu sözə klikləyəndə keçsin, açsın zoom qovluğunu. Baxın, artıq link verildi. Üzərində Ctrl düyməsi ilə birlikdə klikləyəndə artıq hansı fayla, hansı qovluğa, hansı proqrama hiperkeçid verilirsə bu şəkildə keçid eləyə bilərik. İndi baxaq görək, biz nəyi hiperkeçid kimi təmin edə bilmərik? Mətn fraqmenti, şəkil, animasiyalı şəkil, cədvəl, fikir versəz bunların hamısı bir obyektdir. Deməli, biz bunların hamısına, yəni seçib bir nə edə bilərik? Hiperkeçid verə bilərik. Amma sıçanın kursoru seçilən bir şey deyil. Kursor yanıb sönür ki, sənin klaviaturadan yazacağın məlumatlar məhz bu mövqedən yazılacaq. Ona görə cavab olacaq C bəndi. Keçdik üçüncü suala. Word 2019 mətn prosesorunda hansı görünüş rejimlərində üfüqi xəttkeş görsənmir? Gəlin onu xatırladım birinci sizə. Bax, yadınızda saxlayın. Birinci burada yazacağım, sonra da göstərəcəm. Qoy bu məlumatın hamısını sileyim.
Birinci yazıram, sonra isə bir-bir göstərəcəm. Deməli, bizdə hər qruplaşdırıb yazacağım ki, yadımızda qalsın. Bir dəqiqə gözləyin, bunu qırağa çəkim. Demək, bizdə olan görünüş rejimləri hansılardır? Var read mode, burada görürsünüz hal-hazırda. Bax, read modda nə görsənir? Ümumiyyətlə, read modda heç bir xəttkeş görsənmir. Heç bir xəttkeş read moddan başqa bir də hansında görsənmir? Outline-da. Bax, bu ikisində heç bir xəttkeş görsənmir. Yadınızda saxlayın. Sonra, nəsə demişdiniz, buna yol tapmışdınız. Deyəsən, demişdiniz, T hərfi olanlarda, belə bir şey demişdiniz, deyəsən, T hərfi olanlarda xəttkeş görsənir. Belə bir qısa yol tapmışdınız, deyəsən. Bu read modla outline heç bir xəttkeş, heç biri görsənmir. Heç biri. Üfüqi xəttkeş görsənənlər hansılardır? Üfüqi xəttkeş. Üfüqi xəttkeş hansına görsənir? Bir drafta görsənir. Bir də üfüqi xəttkeş görsənir hansında? Web layoutdan. Print layoutda isə hər biri, hər şey, yəni hər biri görünür. Yəni default vəziyyətdə ondan istifadə edirik. Baxın, nəsə yazmışsınız. Deməli, bir tırda bir xəttkeş, iki tırda iki xəttkeş. Ay, sağ ol, qəşəng yol tapdılar. Deməli, bir tırda bir xəttkeş. Görüm, həqiqətən elədir. Printdə bir tır var. Hə, amma 2 dənə tığ var. Print layout. Bəli, 2 dənə tığ var. Bax, print layout da, şalaba. Print layoutda 2 dənə tığsı var. Ona görə 2 xəttkeşdə görsənir. Belə yadda saxlayın. Web layoutda bir dənə tığ var. Deməli, bir dənə üfüqi görsənir. Draftda bir dənə tığ var. Deməli, bir dənə üfüqi görsənir. Nə qəşəng oldu bu. Sonra outline. Outline-da heç biri görsənmir. Heç tığsı da yox. Amma yox. Outline-da tığ var axı. Axırını götürəydim mən. Axı. olanlar. Altı yerdə müəllimə Axırında götürək, hə, axırında olar. Hə, outline-dakı tığını görməyin. Elə bil ki, axıra baxın, aysa, axırında tığya baxın. Hər sözün axırındakı tığya baxın. Əla. Read moddakı oxunma rejimidir. Burada ümumiyyətlə heç bir xəttkeş görsənmir. Heç tığsı da yoxdur gördüyünüz kimi. Sonra sütunlar ləğv olunur. Hansında? Sütunlar ləğv olunur. Bir web layoutda sütunlar ləğv olunur. Və həmçində outline-da sütunlar ləğv olunur. Eləcə də draftda. Üçündə də sütunlar ləğv olunur. Şəkil isə görsənmir. Outline-la draftda şəkil, yəni obyekt falan varsa, çünki draft qaralama rejimidir, lazım deyil. Ancaq mətn yazılan hissəyə baxırıq. Outline-da strukturuna baxmaq üçün də orada da ehtiyac yoxdur şəkil fiqura. Aha, başqa nə xüsusiyyətdəyim? Başqa elə əsas bunlardır. Baxım görüm nə yazmısınız? Sual yazmısınızmı? Aysa, sonuncu tırlar, bəli. İndi keçək növbəti məqama. Read modunun outline'da necə oldu bir də? Read modda tam oxunma rejimidir. Ona görə heç burada lent interfeysdə görsənmir, xəttkeşlər də görsənmir. Bir də hansını dediniz? Outline bir də Outline. Outline Eyni. isə strukturunu göstərmək üçün də outline keçən kimi outlining tabı yaranır, fikir versəz. Hər bir abzas və sətir qarşısına işarə yaranır. Burada məsəl üçün başlıq kimi təyin edə bilərik müəyyən yazıları və ya da başlıqdan adi sətrə çevirə bilərik. Sətirlərin abzaslarının yerini rahat dəyişə bilərsiniz outline-da və tab yaranan outline-dır. Outlining-dir. Yəni outline görünüşünə keçəndə outlining adlı bir tab yaranır. Draft qaralama rejimidir. Dedim, web layout internet sənədi səhifəsi kimi belə eninə açır, artıq sütunlar ləğv olunur. Bir də ki, yəni sütun əsas ləğv olunur da belə yadlasın. Bir də üfüqi xəttkeş görsənir. Sonra print layoutda hər şey görsənir. Biz elə default vəziyyətdə bu rejimdə işləyirik. Read moddakı ümumiyyətlə oxunma rejimi olduğu üçün heç burada lent interfeysdə görsənmir. Aydındırmı? Bircə saniyə. Gəlməli, çox sağ olun. Siz də sağ olun. Aha. Keçək indi sualımıza. Bizdə burada nə soruşur? Mətn prosesorunda hansı görünüş rejimlərində üfüqi xəttkeş görünmür? Görünmür. Ümumiyyətlə, üfüqi xəttkeşin görsənmədiyi soruşulur. Biz dedik ki, outline-da nə görsənir? Ya da siz variantları seçin. Heç biri. Bəli, outline-da heç biri görsənmir. Bəli. Read modda heç biri. Bir də read modda görsənmir. Ay sağ ol. 1-5. Deməli biz dedik ki, draftda üfüqi görsənir, web layoutda üfüqi görsənir. Hər ikisi də görsənən nə idi? Print layout idi. Keçdik növbəti 4-cü suala. Buyurun. Aşağıdakılardan hansı word count pəncərəsinə görünmür? Word count pəncərəsi biz 2 yerdən aça bilərik. Bu hansılardır? Yəni bu rejimdən escape düyməsinə basaq çıxaq. Print layout, deməli baxın, print layouta keçək. Default vəziyyətdə bundan istifadə edirik.
Deməli, biz word count pəncərəsini aça bilərik review'dan. Review'da word count və buradan keçid edə bilərik. Ya da vəziyyət səthində də yerləşir, buradan da keçid etmək olar. Burada nə var? Səhifələrin sayı, sözlərin sayı, simvolların sayı boşluqsuz və boşluqlarla birlikdə, paraqraf, abzasların sayı, lines isə sətirlərin sayıdır. İndi keçirəm buradan bizdən nə soruşur? Pəncərəsində görsənməyən səhifə sayı, sözlər sayı, sətirlər sayı, paraqraf, uppercase characters. Deməli, burada söz sayı, deməli, səhifə sayı, söz sayı, sətir sayı və abzas sayı var, amma uppercase karakter yoxdur. Keçək 5-ci sualımıza. Word 2019 mətn prosessorunda sətri cədvəldən hansı yolla pozmaq olar? İndi bunu burada sizə göstərim. Biz bir cədvəl yaratmaq üçün keçməliyik insertə. Insertdən gəldik, cədvəl yaratdıq. Bəzi şeyləri xatırladım sizin üçün. Deməli, bax, misal üçün sual verə bilər ki, bir saniyə. Sual verə bilər ki, biz burada hər hansı bu xananın içərisindəyəm. Sual verə bilər ki, sən neçə dəfə tab düyməsinə bassan, yeni bir sətir yaranar. Yadınızı saxlayın ki, tab düyməsi hər dəfə sağa doğru hərəkət eləmək üçündür əslində. Bu bir dəfə bassam bura gələcək. İkinci dəfə bassam bura 3, 4, 5, artıq 6-cıda keçəcək hara? Yeni bir nə yaradacaq? Yeni bir sətir yaradacaq. Bax, indi göstərdim, taba basıram. 1, 2, 3, 4, 5, bir də bassam artıq yeni bir sətir yarandı. Deməli, tab düyməsi normalda əslində hansısa sətir xananın içərisindəyəmsə, o mənə sətir yaratmır. O gəlib ən axıra çatanda mənim üçün artıq növbəti dəfə tab düyməsinə basanda hərəkət eləyəcəyi bir xana olmadığı üçün yeni bir sətir yaradır. Bunu yadda saxlayın. Çünki bizə sual verə bilər ki, tab düyməsinə 3 dəfə bastım. Sən də düşünərsən ki, 3 dəfə yəqin sətir yarandı. Amma sənin kursorun gör harda yanıb sönür. Və buradadsa 3 dəfə də səndə yaranmayacaq. Bunu yadınızda saxlayın. Və xanadan çöldəyəmsə, fərqi yoxdur. Hansı sətirdən çöldə olursan ol. Enter düyməsinə basan zaman avtomatik yeni bir nə yaranır? Sətir yaranmış olur. Fərqi yoxdur. Hansı sətrin içərisində, yəni çölündə olursan ol. Və buradayam, yenə də yeni bir sətir yaratdım. Sonra mən buradan bu sətri tutaq ki, bu iki sətri buradan silmək istəyirəm. Gəlin burada göstərim sizə. Baxın, bu iki sətri buradan seçirəm. Baxın, bu iki sətri buradan seçirəm. Və delete düyməsinə basıram. Nə baş verdi? Sətir seçilmədi. Sadəcə içindəkilər silindi. Yəni, sətir silinmədi, ancaq içindəkilər silindi. İndi Ctrl-Z ilə geri qaytardım. Bu dəfə də seçib Backspace düyməsinə basacağım. Backspace düyməsinə basan kimi artıq seçdiyim həmin cədvəldən həmin sətirlər silinmiş olacaq. Demək, seçib delete ilə yox, nə ilə eləyə bilərik? Backspace düyməsi vasitəsilə silmək olar. Amma bunu nə ilə qarışdırmayaq? Excel-lə. Qoy keçək bir dənə Excel-ə. Müəllimə katdan da silə bilirdik də. Katla da əslində silmək deyil o. Deyim sizə, silmək deyil. Amma yəni ki, o cədvəldən yoxa çıxacaq da əslində. Yəni silinmə kimi görsənəcək. Amma tam da silmək yolu deyil əslində. Bəli, yəni backspace yoxdursa katı seçə bilərsiniz. Bu problem deyil. İndi bunu göstərmək istəyirdim. Bax, tutaq ki, indi bu cədvəlin bu hissəsini seçirəm mən hal-hazırda. Gəlirəm delete düyməsinə basıram. Bu dəfə artıq delete neynədir? Həmin məlumatı sildi. İndi Ctrl-Z ilə geri qaytardım. Bu dəfə backspace. İndi mən bütöv seçim. Gözləyim. Baxın, həmin məlumat olan hissəni də bütöv seçirəm və backspace düyməsinə basıram. Yəni, hər ikisi burada eyni funksiyadır. Bütöv cədvəli silən yoxdur. Çünki burada cədvəl interfeysin özünə aiddir. Yəni, burada biz istəsək də nə sətri silə bilmərik, nə sütunu silə bilmərik. Bu, ola bilər ki, belə bir cədvəl olsa, yəni dizayn verdiyimiz bir cədvəl. Bunu Ctrl-T ilə yaratdım, create table. İndi gəlib, misal üçün, burada bir məlumat da yazaq. Gəlirəm, tutaq ki, buranı, misal üçün, bu sütunu buradan seçirəm. Bu sütunu buradan seçdim və delete düyməsinə bastım. Yenə də nə baş verdi? İçindəkilər silindi. Ctrl-Z ilə geri qayıdıb, yenə backspace düyməsinə bastım. İndi bu fikir verin, artıq backspace bu cədvəldəki məlumatı fikir versə silmədi. Delete sildi. Yəni, demək olar ki, içərisindəki məlumatı, yəni bu formatlanmış bir cədvəldir deyə fərqli işləyir. Amma adi cədvəldə nə delete, nə backspace ümumi cədvəli silmir. Sadəcə içindəkiləri silir. Aydındırmı? Bunu Excel ilə Word-də qarışdırmayaq. Çünki Word-də biz həmin sütunu və ya sətri silmək istəyiriksə, bu zaman backspace-dən, amma içərisindəkiləri silmək istəyiriksə, nədən istifadə etdik? Delete-dən. Sonra keçdik növbəti 5-ci sual, 6-cı suala daha doğrusu.
Altıncı sualda bizdən hansılar vasitəsilə cədvələ yeni sətir əlavə etmək olar? Aha, yaxşı sualdır bu. Çünki elə hal-hazırda mən bunu sizə xatırlatmışam. Baxım görüm açıq sual idi deyəsən bu. Dəqiqə. Yox, açıq sual deyil. Onda biraz kiçildim. Baxın siz variantdan özünüz seçin, sonra mən deyim. Demək, kursor sonuncu xanada olduqda klaviaturadan enter düyməsi. Sonuncu xanada olduqda yox. Əgər içəridə öyle, daha doğrusu çöldə olsaydı, hə. Demək, biri seçə bilməyəcəm. Biri seçə bilməyəcəmsə, bir getdi öz işinə. Növbəti, insert led tabının table qrupunun uyğun əmrləri vasitəsilə. Bu da getdi. Üçüncüsü, layout led tabının row and column deməli, qrupunun uyğun əmrləri vasitəsilə olar. Baxın, gəlirəm mən tutaq ki, bura bir sətir, sütun, istəsəm özündən əvvələ, istəsəm özündən sonraya, istəsəm aşağıya doğru sətir, istəsəm yuxarıya doğru sətir artıra bilərəm. Hardan icra eləyəcəm? Layout vasitəsilə. Layoutda row and columns var və burada da insert above, insert below, insert left, insert right. Hansı tərəfə istəsək, sətir və sütun artırmaq mümkündür. Eyni şeyləri buradan da silə bilərsiniz. İndi deməli 3 doğrudur. 3 doğrudur. Sonra Müəllimə, içini biz niyə götürmədik? 2-dən çünki biz cədvəl yaradırıq. Onun içinə biz uyğun olaraq nə artıra bilərik ki? Insert led tabının da table qrupunun uyğun əmrləri vasitəsilə yeni satır artırmaq yoxdur axı orada. Ancaq bax burada fikir ver, insertdə yeni bir cədvəl yaratmaq olar. Bir də ki biz burada satır artıra bilməyəcəyik. Qələmlə yaza bilərik ancaq. Burada hazır Excel cədvəli artırmaqdır. Bu yəni sıfırdan cədvəl yaratmaq üçün də əsasən bu əmrlər. Artıq cədvəl hazırdırsa, cədvəlin üstündə işləyəcəyimiz tablar dizaynla layoutdur. Dizayn görüntü ilə bağlıdır. Layout isə artıq nələrsə əlavə etməklə bağlıdır. Aydındırmı? Aha. Sonra keçək növbətiyə. Kursor sonuncu xanada olduqda klaviaturadan tab düyməsini sıxmaqla. Bu doğrudur. Aha. Daha sonra layout lent tabının merge qrupunu, xeyr, mergedən biz birləşdiririk. Deməli 5 bura aid deyil. Kursor birinci xanada olduqda klaviaturadan bayaq elə onu deyirdim ki, tab düyməsi birincidə yox. Yəni sonuncuda olduqda. Layout lent tabının table qrupunun uyğun əmrləri vasitəsilə layoutdan yox təbii ki. Kursor sətrin xaricində sağ tərəfdə yerləşdirilib klaviaturadan enter düyməsini sıxmaqla. Bu da doğrudur. 3, 4, 8 olan variant, yəni C variantı doğrudur. Baxın, sualınız varmı? Bu deməli hansıydı sizin dediyiniz? Insert'in tables qrupunun uyğun. Bu 2 idi də deyəsən nə deyirsiniz ki, niyə yox? Bu əslində mən Bəli, bəli. biraz mən də bunu tərəddüdlü qaldım. Nəyə görə deyirəm? Əsas sualı özümüz yazmışıq ha. Bunu yəni çox güman ki, imtahanda verməz. Niyə görə deyim sizə? Burada bir məqam var. Misal üçün, bu mənim cədvəlimdir. Düzdür, sətir artırmaq yoxdur. Əmr olaraq burada sətir artırmaq yoxdur. Amma mən əslində qələmlə eləyə bilərəm də onu. Elə deyil. Bax, qələmlə götürüb bax, buradan xətt, bu birisi qələm aktivləşdi. İndi mən digitalizer qoşmuşam deyə onun qələmi ilə artıra bilmədim. Yəni buradan qələmi götürdüm, bax buradan qələmi götürdüm. Əslində bu ara məsafəni, bax bu aradan bax bu xətti buradan çəksəm, əslində sanki yeni sətir kimi alınacaq, elə deyilmi? Əslində bu da tərəddüd, yəni İkiyə bölür, bəli. bu da imtahana düşsə, yəni bir konkret ulduzdur da, yəni belə bir sual düşməz. Amma yəni belə bir şey düşsə bilin ki, bununla da yəni bunu da götürmək olar. Keçən növbəti məqama 7-ci suala. Bax, belə şrifti fərqli olanlar birinci qəbul suallarıdır. Bax, fikir versiniz, bu şrifti fərqlidir. Sonra burada bir dənə sual var idi. Yəni, bunlar qəbuldur. 7-ci sual misal üçün. Ctrl Backspace. Ümumiyyətlə, Backspace düyməsinin funksiyası kursordan sola doğru simvolu silmək üçündür. Qoy bir dənə buranı silim. Bax, misal üçün, kursor harada yerləşibsə, kursor yerləşib burada. Düzdürmü? Kursordan sola doğru Backspace silir. Sağa doğru da delete silir. Amma mən əgər anlayışı böyüdüb, yanına bir kontrol artırsam, kontrol anlayışı böyütdü. Onda sağa doğru nəyi siləcək? Daha doğrusu sola doğru nəyi siləcək? Sözü siləcək. Yəni backspace sola doğru simvol silirdisə, kontrol həmin o simvolu artıq söz olaraq əvəzləyir. Kursordan sağdakı sözü silir. Sağdakı sözü silmək üçün nə olmalıydı? Kontrol delete olmalıydı. Kursordan aşağıdakı yox. Kursordan sözün əvvəlinə də silir. Kursordan sözün əvvəlinə də silmək elə sola doğru bir söz silinmə deməkdir. Kursordan sağdakı simvolu silmək üçün sağa doğru bir dənə, sadəcə bir dənə delete bassaq kifayət eləyəcək. Bu getdi. Kursordan soldakı simvolu siləndə sadəcə backspace olsa kifayət edir. Burada cavab olacaq C bəndi.
8-ci sual. MS Word 2019 mətn prosesorunda Ctrl aşağıya ox düyməsi nə edir? Aşağıya doğru ox neyinir? Bir sətr aşağı düşür. Amma Ctrl anlayışı böyüdür. Bir abzas aşağıya doğru düşür. Yəni kursor keçir özündən sonraki abzasın əvvəlinə. Kursor yerini bir səhifə aşağıya dəyişir. Kursor növbəti abzasın əvvəlinə yerini dəyişir. Bəli, cavab olacaq B. Növbəti uyğunluğu müəyyən edin. Söz seçmək, cümlə seçmək, abzas seçmək. Baxaq. Deməli, Ctrl mouse'un sol düyməsi kliklənir. Bu da biraz problemdir. Ctrl mouse'un sol düyməsi kliklənir. Harda? Bu biraz dəyişik bir sualdır. Burada uşaqlar açıq sual kimi bunu əslində verməməlidirlər. Nəyə görə? Bax, Ctrl-la mouse'un sol düyməsi burada klikləsən və burada klikləsən. O zaman nə baş verəcək? Bütün sənəd. Bütün sənəd. Amma cümlə içində klikləsən, ya daha doğrusu hər hansı bir sözün içində klikləsən, onda cümləni seçəcək. Bunu hələ ki saxlayıram. Çünki burada sözdə var, daha doğrusu. Amma yox, uşaqlar, burada bütöv mətn yoxdur onsuz da. Onda çox güman ki, cümləni nəzərdə tutublar. Mən hələ ki seçirəm 2-ni A-ya. Sonra, panelin sağındakı boş sahədə mouse'un deməli, sol düyməsi 3 qat kliklənir. Bir dəfə dedim sətirdir, 2 dəfə dedim abzasdır, 3 dəfə də bütöv mətndir. Cümlə abzas, deməli, bu B ümumiyyətlə heç birinə aid deyil. Panelin solundakı boş sahədə mouse'un sol düyməsi bir dəfə, bu sətirdir. Heç sətir də verilməyib, bu da getdi. F8 düyməsi 2 dəfə kliklənmək sözdür. Deməli, 1 olacaq D. Sonra, panelin solundakı boş sahədə mouse'un sol düyməsi 3 dəfə kliklənir. Bu bütöv bir mətndir. Bütöv mətnin seçilməsidir. Deməli, sözü seçdik, 1 oldu D. Abzas qaldı bir dənə. Abzas hanı bəs? Abzası niyə seçmədik? Bir dəqiqə. Bu getdi. Panelin sağında boş sahədə mouse'un sol düyməsi 3 qat kliklənir. Bu bütöv mətndir. Panelin solundakı boş sahədə mouse'un sol bir dəfə kliklənir. Bu sətirdir. Bu da yəqin səhv düşüb. Bir dəfə yox, yəqin 2 dəfə yazmaq istəyiblər. F8 düymə istəyiblər deyir, yəni öz suallarımızda əslində prosto yəqin ki, bu yaddan çıxıb. F8 düyməsi 2 dəfə kliklənir deyəni dedik sözdür. Panelin solundakı boş sahədə mouse'un sol düyməsi 3 qat. 3 qatdakı bütöv sənəddir. Bütöv sənəd. Burada sual, düzgün cavab yoxdur. Baxın görək sual var. Şal, bax elə bil ki, gəl belə eləyək də, biraz sizə qarışıq gəldisə, mən buradakıların nə etdiyini deyəcəm. Yuxarı baxmayın. Bax, bura baxmayın. Bu da baxmayın. Buradan seçməyin. Buradan deyirəm. Mouse'un sol düyməsi kliklənir. Sözün içərisinə klikləyiriksə, həmin cümlə, sol sahədə klikləyirəmsə, bütöv mətn seçilir. Panelin sağındakı boş sahədə mouse'un düyməsi 3 qat kliklənir. Burada sağında deyilir, sağında yox, solunda. Solunda kliklənirsə 3 dəfə bütöv sənəd seçilir. Yəni Ctrl plus A-la eyni iş yerinə yetirilir. Panelin solundakı boş sahədə mouse'un sol düyməsi bir dəfə kliklənirsə, bu artıq nədir? Bir dəfədirsə sətirdir. F8 düyməsi 2 dəfə kliklənirsə, bu artıq nədir? Sözdür. Panelin solundakı boş sahədə mouse'un sol düyməsi 3 qat kliklənir, bu artıq bütöv sənəddir. Aydındır. O belə yadda saxlayın, bu yuxarıdakılarına uyğun gəlmədi. 10-cu sual. Uyğunluğu müəyyən edin. Home'dur, review'dur, referansdır. Aha, indi biz buradan tapacağıq. Ümumiyyətlə, print hara aiddir? Fayla. Deməli, burada heç birinə aid deyil. Deməli, print heç birinə götürməyəcəyik. Sonra paragraf. Paragraf həm Home'da var, həm layout'da var. Deməli, biz Home'a paragrafı götürə bilərik. Bu gəldi bura. Proofing. Proofing bilirsiniz ki, dil qaydaları, yazı qaydaları bu review'nun içərisində idi. Yəni sözdür, sözlərlə bağlı hər bir şey, nə bilim sinonimdir, sözlərin sayıdır və s. buradaydı. Sonra table of content bu mündəricat yaratmaqdır. Bu yerləşir harda? Referansın içərisində. Şuradakı görünsün, görsənməsin. Bu da view'nun içərisində yerləşirdir. Bunu da heç nəyin içərisinə götürməyəcəm. Aydındırmı? Yəni hamısını nəyəsə bildim uşaqlar, elə test olur ki, indi açıq suallarda olurdu o. Elə olur ki, hamısını götürürsən. Siz nəyi nəzərdə tuturam? Məsələn, olur ki, 1-ə götürürsən tutaq A, C, 2-yə götürürsən tutaq ki, B, 3-ə götürürsən D. Məsələn, elə suallar da olur. Bir də elə suallar olur ki, məsələn, C-dən heç istifadə eləmirsən. 1A, 2B, 3D. Yəni, deməyin ki, o C niyə boşda qaldı? Olur elə suallar. Yəni, bəzisində hamısı da seçilə bilər, bəzisində heç ümumiyyətlə bir neçəsi seçilməyə də bilər. Yəni, belə suallar var. Yəni, testologiyada belə yazılış qaydası var, yəni bu səhv sual demək deyil.
Ən çox da elə açıq suallarda onu qoyurlar. Tələbə elə bilmir ki, bunda əmin olur birinə, amma o birisinə əmin deyil. Onu da seçdi və ya seçmədisə artıq cavab səhv gedir. 11-ci sual. Kursordan sənədin başlanğıcına qədər olan mətni seçmək. Bax, kursor buradadır. Başlanğıcına qədər, deməli, kursordan sənədin başlanğıcına qədər. Deməli, əvvələ qədər seçmək üçün mən istifadə edəcəm, ümumiyyətlə seçmək üçün shiftdən. Sənədin başlanğıcına qədər deyirsə, o zaman orada nə olmalıdır əlavə? Ctrl Shift Home olmalıdır. Niyə görə? Təkcə Shift Home olsa, kursor dayandığı yerdən sətrin başlanğıcına qədər seçəcək. Amma mən bütöv sənədin başlanğıcına qədər seçməsini istəyirəm. Ona görə cavab olacaq A bəndi. Baxın, nə yasa yazmısınız? Yox. Keçək növbəti 12-ci suala. Thesaurus əmri nə üçün istifadə olunur? Bu sinonimlərin tapılması üçündür. Klaviaturadan icra etmək istəsək, Shift plus F7-dən istifadə edəcəksiniz. Təkcə F7 orfoqrafi qrammatikadır, amma Shift F7 sinonimlərdir. Bu da review'nun içərisində yerləşir. Sinonimin axtarışı və onların sənədə yerləşdirilməsi üçün istifadə edilir. 13-cü sualla davam edək. MS Word 2019-da bütün sənəd seçilir. Hansı hallarda? Bayaq demişik əslində. İndi gəlin buradan seçək. Deməli, Ctrl düyməsi basılı saxlanılaraq qeyd olunmaz olağına mouse'un sol düyməsi ilə bir dəfə vurmaqla. Elə dedim bayaq bunu. Çünki dedim, əgər Ctrl-a basıb sözün içində klikləsən, həmin sözün olduğu cümlə seçilər. Amma sol sahədə olsa, bu doğrudur. Ctrl düyməsi basılı saxlanılaraq cümlənin içində sol düymə bir dəfə kliklənsə, bu cümləni seçəcək. F8 4 dəfə sıxılmaqla yox, Ctrl-A deməli, kombinasiyasını sıxmaqla düzdür. Qeyd olunmaz olağından mouse'un sol düyməsi 3 dəfə vurmaqla düzdür. Bir dəfə sətr, 2 dəfə abzas, 3 dəfə bütöv sənəddir. Sonra sənəd içərisində Shift düyməsi basılı saxlayıb klaviaturadan A düyməsinə basmaqla belə bir seçim deməmişəm mən. Kursoru sənədin əvvəlinə gətirərək. Tamam əvvələ gəldi. Tam lap sənədin əvvəlinə. Mən desəm ki, Ctrl-N sənədin sonuna keç, amma Shift-i də desəm sənədin sonuna qədər seçmiş olacaq. Bir dəqiqə. Bu da düzdür. Bir dəqiqə uşaqlar. Demək 7 də düzdür. 1, 4, 5, 7. Yəni D bəndi. Keçək növbəti 14-cü suala. 14-cü sualda mətn redaksiyasına məhdudiyyət tətbiq olunması lentin hansı tabından icra olunur? Məhdudiyyət qoymaq nə demək? Məsələn, format vermək mümkün olması. Bunu hardan eləyə bilirik? Review'dan icra eləyə bilirik, Pratek vasitəsilə. 14-lərə cavab olacaq B bəndi. Növbəti 15-ci sualda parol qoymaq amma misal üçün ümumiyyətlə faylda da var. Hansı ki, biz sənədi ümumiyyətlə qoruya bilərik, redaktordan da qoruya bilərik hətta. Yəni bunu həm save'dən, həm də infodan, save-əzdən, həm də infodan təyin etmək olar. Save-dən yox, save-əzdən və infodan. 15-də. Deməli, bu sağa doğru hərəkətdir. Ctrl sağ deyəndə sağa doğru söz hərəkət eləyir. Shift-ə deyəndə sağa doğru bir söz seçmiş olur. Kursordan panelin sonuna qədər yox. Kursordan sənədin yox. Kursordan sağa bir simvol yox. Kursordan sağa bir söz seçilir. Bəli. Kursordan sağa bir söz, hərəkət Ctrl sağ oxudur. Shift-ə deyən kimi sözü seçmiş olur. 16-cı sualı oxuyaq. MS Word proqramı haqqında qeyd edilmiş aşağıdakı mülahizələrdən hansı səhvdir? Hər hansı bir sözün üzərində mouse'un sol düyməsi iki qat kliklədikdə həmin söz seçilir. Bir dəqiqə, sözün üzərində deyirsə doğrudur. Abzasın solunda boş sahədə mouse'un sol düyməsi 3 qat kliklədikdə bütün sənəd seçilir, düppədüz. Abzasın solunda boş sahədə mouse'un sol düyməsi 2 qat kliklədikdə abzas seçilir. Dedik doğrudur. Çünki bir dəfəsində sətr, 2 dəfəsində abzas, 3 dəfəsində bütöv sənəd idi. Abzasın solunda boş sahədə mouse'un sol düyməsini bir dəfə kliklədikdə sətr seçilir. Bu da düppədüz. Cümlənin üzərində mouse'un sol düyməsini 3 qat kliklədikdə həmin cümlə seçilir, fikri tamamilə yanlışdır. Cavab olacaq Y bəndi. Bir dənə 15-ə qayıda bilərik çox. Buyurun. Mən bu 16-da da şey. Bunları çox qaçırtıram mən. Shift, Ctrl, Bax, niyə ki? Rahat axı. Bax, gözləyin. Bax, anlayış böyüyür də. Bax, sağa doğru, bax, bu nədir? Sağa doğru bir simvol hərəkət deməkdir. Bax, sağa doğru bir simvol hərəkət. İndi anlayışı böyüdüb bir simvol yox, sözü istəyirəmsə, onda Ctrl həmin anlayışı böyütdü. Deməli, sağa doğru bir söz hərəkətdir artıq bu. Shift-i də artıran kimi seçmək deməkdir bu. Shift-i də artıran kimi. Aydındırmı? Bax, kursordan panelin sonuna qədər mətn seçilir.
Bax, kursor yerləşir burada. Panelin sonuna qədər seçmək istəyirəmsə, yəni sətrin sonuna qədər seçmək istəyirəmsə, o zaman nə edəcəm? Panelin deyil, bütün sənədin axırına qədər seçmək istəyirəm. Kursordan axıra qədər. Axıra hərəkət N. nədir? Kontrol, burada N. N. burada yazım. Aha, Ctrl plus Alt, düzdürmü? Seç deyən kimdir? Bir dənə də artıracağım nəyi? Shift-i. Kursordan sənədin sonuna qədər bütün mətn seçilir. Elə bu da eyni ilə. Kursordan sağa bir simvol seçilir. Bax, sağa hərəkət budur. Kursordan sağa bir simvol seçmək desə, onda Shift plus sağa doğru. Sonra sağa doğru bir söz seçilir. Bunu dediğimizdə kursordan mouse'un düyməsi kliklənən yerə qədər olan kursordan mouse'un düyməsi kliklənən yerə qədər mətn olan hissə seçir. Bunu shiftlə eləyə bilərik təkcə. Shiftlə belə özümüz seçərik ki, bu hissəni seç. Bir də düzbucaqlı seçmək var. O hansı düymə ilə idi? Düzbucaqlı seçim. Alt. Ay, Alt sağ- düymə. Bəli, alt düyməsi. Bax, elə bir ki, belə normalda shiftlə biz seçəndə, məsəl üçün, bax, mən indi shiftlə seçirəm. Kursor dayandığı yerdən əvvələ qədər seçsin shiftlə. Bu düzbucaqlı formada seçmədir. Amma alt düyməsinə basanda, bax, düzbucaqlı formatda seçimi təyin eləyə bilərsiniz. Hə, indi keçək növbəti. Boş alt mənimə yoxsa? Hə? Boş alt düyməsi Bəli, yoxsa? bəli, təkcə alt düyməsi ilə. Bəli. Yəni necə boş alt düyməsi deyəndə, yəni alta basıram, sonra da belə sürüşdürürəm üstündə. Bu mouse'u belə sürüşdürürəm. Yəni shift falan. Yox, heç nə yox. Sadəcə alt düyməsi və belə sürüşdürməklə. Mouse'un sol düyməsindən sürüşdürməklə. Sonra keçdik 17-ci suala. 17-də bizdən Word 2019 proqramında sənədi hissə seçmək üçün söz, cümlə, abzas, mətn hansı funksiyalı düymədən istifadə etdik? Bayaq dedik F8-dən. View lent tabına aid olan lent qruplarını seçin. Ümumiyyətlə, view-nun içərisində əsasən görünüşlə bağlıdır. Gəlin birinci göz yaddaşı ilə baxın, sonra seçin. Deməli, burada view-nun içərisində nələr yerləşir? Bir views-dur, yəni görünüş rejimləri. Sonra burada immersive var, oxunma üçün istifadə olunar. Page movement, show lent qrupu, zoom, window lent qrupu, makros, bu da sonradan yaranır. Bu elə düşmür dostlar. Bir də makros. Bu da qədər bilsəz kifayət. İndi buradan seçəcəksiniz ki, hansı lent qrupları var. Immersive var idi. Page, bəli, ikincidə var idi. Protect yox idi, change yox idi. Bunları review. Bir də show var idi. Ay sağ ol. 1, 2, 5. 19-cu suala baxırıq. 10 sətir 5 sütun. 10 sətir 5 sütun. Deməli 1, 2, 3, 4, 5, 7, 8, 9, 10. 10 dənə sətir. 5 dənə də sütun. 1, 2, 3, 4, 5 dənə də sütun. Birinci sətrin bütün xanaları seçildikdən sonra, birinci sətrin bütün xanaları, bu da seçildi. Merge icra olundu. Özür istəyirəm. Merge əmri icra olundu. Demək, burada artıq merge onları birləşdirdi. Burada bir dənə xana oldu. Bu ara kəsmələr açıldı və burada bir dənə xana yarandı. Sonra dördüncü sətr seçilmiş. Bu dördüncü sətri sonra seçdilər. Bu komanda icra olundu. Split cell. Xanaları böl. Neçəyə böl? 10 sütunun bir sətrə. Onu birə vuran neçə dənə xana yaranacaq? 10 dənə. 10 xana da burada olacaq. Yəni 10 dənə sütun, bir dənə də sətr. Demək 10 dənə də xana burada oldu. 10 xana da burada oldu. İndi deyir ki, bundan sonra cədvəldə neçə dənə xana olar? Demək, bax, 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 dənəsinə dəyilməyib. 8-də də 5 dənə xana var. Bu kəsişmələrə baxsaq, 5 dənə sütun var axı. Deməli, 40 dənə onda xana var əlavə. Sonra bir dənə xana burada var. 10 dənə də xana burada var. 11 dənə. Neçə? 51 dənə. Ay sağ ol. 51 dənə xana. Mən bunu qəbulda səhv yazmışdım. Bu son qəbulda. Hə, hesablamağı səhv aparmışdım. Görürsünüz. Bax, belə bir suallar düşür. Orada müəllimə bilirsiniz nə çaşdırırdı. Deyirdi birinci və ikinci sətr götürülüb merge cell əmri icra olunur. Olsun da. Uşaqların çoxu da birinci sətrə Ay eləmişdi. sağ ol. Ona görə hesablama səhv etmişdi. Hə. Açıq sual idi özü də. Görürsən. Bax, orada artıq yəni ikisini seçib eləyirsənsə fərqi nədir? Birini olmasın, istəyir üçün seçsin. Yəni ola bilər də belə bir şey. 20-ci sual. MS Word 2019-da yeni bölmə yaratmaq üçün hansı lent başlığının əmrindən istifadə olunur? Hardan?
layotdan istifadə edə bilər, elə deyilmi? Ümumiyyətlə səhifə tənzimləmələrinin əksəriyyəti hardan icra olunur? Layotdan icra olunur. Hardan? Page setupdan. Bax, əsasən yeni bax, məsələn, buradan 1x-dən yeni bölmələr yarada bilərsiniz, yeni sətirlərin nömrələnməsini həyata keçirə bilərsiniz, sətirdən sətrə təyin edə bilərsiniz, sütunlara bölmək, size vərəqin ölçüləri, vərəqin istiqaməti, margins isə kənar sərhədlərin məsafə təyinini icra eləmək olar. Əsasən səhifə parametrləri layotdadır və page setupdadır. Hansı görünüş rejimində lent interfeysin lazımi əmrləri öz üzərində saxlayan yeni bir led başlığı artırılır? Hansında? Outline-da, bayaq dediyim outlining adında bir tab yaranır. 22-ci sualda, deməli, bunların klaviatura qısa yolları soruşulur, baxaq. Birincisi spelling and grammar F7-dir, 1 olacaqdır. Ya da qabağına belə yazaq, elə F7. Sonra ikincisi sinonimlər, bu shift F7-dir, deməli 7 shift plus F7. Bunlar ikisi də harada yerləşir? Review'nun içərisində. Update table isə mündəricatı yeniləmək üçündür. Bu da F9-dur. Harada yerləşir? Referansın içərisində. Keçən növbəti 23-cü suala. 23-cü sualda Word 2019-da aşağıdakı kimi mətn cədvəl qeyd olunmuşdur. Kursorun dayandığı xanada some above əmri icra edilir. Bircə saniyə bunlar bir dənə qırağa çəkin. Aha, some əmri above icra olunur və deyir ki, bizdən nəticə nə olacaq? Aha, kursor harada yerləşir? Demək, kursor yerləşdiyi yerdən some above funksiyası nə olacaq? Above nə deməkdir? Özündən yuxarıdakıların cəminin tapılması, yəni yuxarıya doğru nə verilibsə, mən siz belə göstərim. Əslində o Word-də biz özümüz seçmirik, ya above və yaxud da belə onu. Məsəl üçün cədvəli yaratmışıq insert-dən. Bax, fikir versəz göstərəcəm. Bax, belə bir dənə cədvəlimiz var. Tutaq ki, mənim məlumatım bax sola doğrudur. Bax, mən kursoru saxlamışam burada. Əslində mənim məlumatım soldadır, düzdürmü? İndi gəlirəm mən bunu hardan eləyirdim özdə? Layoutun içərisindən. Layoutda hansı lent qrupu? Data lent qrupu. Buradan keçirəm formulaya. Formulanı seçən kimi burada nə yazdı? Some left. Some left nə deməkdir? Sola doğru. Yəni soldakıları neynəsin? Tutaq ki, cəmləsin. Və artıq solda nə görürsə onların hamısını cəmlədi. İndi yeni bir dənə sətir yaradacağım. Bax, indi burada misal üçün özündən yuxarıda belə deyək məlumatlar var. Gəlirəm deməli fx formuladan istifadə edirəm. Yazıb nə? Some above. Yəni özündən yuxarıdakılar neynəsin? Cəmləsin. Və yaxud da tutaq ki, deyək belə bir şey var. İndi yenə gəldim fx-dən istifadə etməyə. Burada da yenə də yazır nə? Some above. Neynir? Yəni ümumiyyətlə ya left yazır əsasən, ya da ki özündən yuxarıdakıların cəminin tapılması üçündür. Bax, fikir verirsiniz, indi burada da above verib. Above neyniyəcək? Özündən kursorda görürsünüz də yəqin ki, hardadır. Kursor yerləşib burada. Fikir verin, kursor. Above da neyniyəcək? Özündən yuxarıdakıların cəmini tapacaq. Aydındırmı? Yəni 7, 9, 77, 13 və 8-in cəmi. Keçən növbəti sualımıza deməli 24. Review lent tabı haqqında söylənən fikirlərdən hansı doğrudur? Sənəddəki orfoqrafik və qrammatik səhvləri yoxlayıb aradan qaldırılması təmin edir. Ümumiyyətlə, sözlərlə bağlı orfoqrafiya, dil qaydaları, sözlərin sayı, demək olar ki, bunlar elə review'nun içərisində yerləşir. Deməli, hansı doğrudur deyir? Doğrudur deyil, A variantı. Abzasın birinci simvolunu böyüdüb bir neçə sətir boyunca yazılması insertdədir. Sətirlərin nömrələnməsi və işarə. Sətirləri nömrələyən layotdadır. Açılmış sənədin hamısını ekrana göstərərək müqayisə etməm. Müqayisə edə bilən view-dan da, misal üçün, compare-dən də müqayisəli birləşdirə bilərəm, misal üçün. Mündəricatların yaradılması mümkündür. Mündəricat referansdadır. Keçdi 25-ə. Müəllimə, Bəli. Word-də sətrin nömrələnməsi insertdədir, amma Yox, harda layotda. dedi? Layotda. Layotda, amma PowerPoint-də insertdədir. Bax, onları Səhifələrin nömrələnməsi. yox, qarışdırmayaq. Elə o səhifənin nömrələnməsi, o slaytların nömrələnməsidir. O insertdədir. Amma misal üçün nömrənin fərqli nömrənin qeyd olunması, ilk nömrənin təyin edilməsi o dizayndadır PowerPoint-də. Dizaynda, bəli. Amma burada bizdə nə soruşur? Səhifə nömrəsi deyirsə, elə yenə insertdədir. Amma sətir nömrəsi deyirsə, layotdadır. Abzasın nömrəsi deyirsə, home'un paraqrafıdır. Aydındır mı? Yadınıza düşdü o? Yoxsa göstərim?
Bax, bir də göstərirəm. Word deyirsiniz də mənim yoxsa? Mən Word-dən danışıram. Bax, Hə. PowerPoint-da istəsəz göstərərəm. Yəni, bax, mən ümumiyyətlə Word-də nədən istifadə edirəm? Səhifədən. Səhifə nömrəsi desə, bu elə insertdədir. PowerPoint-da da eyni ilə slaydın nömrəsi insertdədir. İkisi də eyni yerdədir. Yəni, burada səhifədir, orada slayddır. İkisi də eyni şeydir də, yəni anlam baxımından. İkisi də insertdədir. Bu nömrədir. Amma nömrənin fərqli nömrələnməsi o PowerPoint-da fərqli yerdə dizayndadır. Amma burada eynən burdadır. Yəni mən məsələn nömrənin 5-dən başlamasını istəyirəm tutaq ki. Burada artıq page number formatdan seçə bilərəm ki, start at neçədən başlasın. Amma başqa şeylərin nömrələnməsinə keçsək, nəyin? Məsələn, abzasın nömrəsi desə, paraqrafdakı bu nömrədir, abzasın nömrəsidir. Amma sətirlərin nömrələ desə, bu layoutun içərisində page setupda line number-dir. Aydındır? Bəli, mənim sağ olun. Aha, sizə sual. Keçək 26-cı sual. Uyğunluğu müəyyən edin. Deməli, baxaq. Referansın içərisində nə var misal üçün? İnsert sözü ilə bağlı olanlar referansdadır. Deməli, bir olacaq B, başqa var, sonra bir olacaq həm də D. Deməli, referansa aiddir B ilə D. Reviewda sözlərlə bağlı olanlar bir protect qoruma var A. Başqa reviewda nəsə var? Başqa. Hə, reviewda bir də var tracking, change A və Y. Layoutun isə içərisində nə yerləşir? Alignment, düzlə. Ümumiyyətlə, bax, belə bir şey deyim sizə. Burada layoutun qabağına fikir versəz, table yazıb. Yəni, bu layout nə deməkdir? Əsas tab olan layout deyil. Yəni, əsas tabın içində bu yoxdur axı. Yəni, bunu deyir ki, table nə demək? Cədvəl əlavə edəndə yaranan layoutdur bu. Bax, bu alignment, yəni cədvəl əlavə edən zaman yaranan kontekstual tabın layoutudur və onun da qarşısına table yazılıb ki, seçə bilərsiniz. Çünki adi layout da o yoxdur. Arrangedir, paragrafdır və page setupdır. Aydındırmı? Ona görə olacaq 3 də elə C bəndi. Keçən növbəti 27-ci suala. Müəllimə, Bəli. 25-ci sual qaldı. Səhv eləmirəmsə. Hə, doğrudan iyi. Doğrudan. Bunu götürdüm mən. Aşağıdakı fikirlərdən hansı yanlışdır? Copy, cut, paste, buffer əmrləri doğrudur. Find aşağı açılmış düymənin eyni adlı əmri sənəddən sözün tapılması üçündür. Düzdür. Find advanced-dan sözü axtara bilərik. Find aşağı açılmış düymənin go to əmri başqa yox. Go to başqa fayla yox. Həmin faylın içində hansısa bir sözə, hansısa bir seçilmiş məlumata keçid etmək üçündür. Bizdən də yanlışı soruşursa cavab olacaq C bəndi. Aydındırmı? Özə qəbula düşüb bu sual. 27-ci sual. Uyğunluğu müəyyən edin. Deməli, bax, burada arrange var. Bu layoutun içərisindədir. Bu nə ilə? Bu insertdədir. Page setup elə bu da layoutdadır. Düzdürmü? Deməli, bax, bu fikir versəz, bu nə ilə bağlıdır? Bu cədvəllə bağlıdır. Buradakılardan heç birinin içində seçməyəcək. Bu nəyin, cədvəlin özü nə idi bu? Design. İndi deyə bilərsiniz, mən niyə layout seçməyib dizayn seçdim? Bir də indi sizdən o məntiqi soruşacağım. Bu da view-nun içərisindədir. Uşaqlar, bax, bunu mən niyə dizayn seçdim sizcə? O da deyəsən table yazıb da, bəlkə o da başqa Stil yazılıb da, still Hələ- options. Yox, ona görə demirəm. Bax, ona görə demirəm. Cədvəl əlavə edəndə bir yaranır dizayn, bir də onun məntiqini istəyirəm tapıb tutasınız. Çünki onu heç əzbərləməyə ehtiyac yox. Bax, bir dizayn var, bir də var layout, düzdürmü? Cədvəl yaradanda olan deyirəm, ha. Yəni, cədvəl yaradanda 2 dənə tab yaranır. İndi mən burada bildim ki, bu cədvəllə bağlıdır. Prosta layout seçmədim, dizayn seçdim. Sizcə niyə? Müəllimə, bu cədvəldən sonra Dizayn cədvəldə bir dəyişiklik eləyir, amma layoutda isə başqadır. Dizaynda cədvəl üzərində dəyişiklik eləyir Görüntü ilə səhvləmirəmsə, bağlı. görünüşünlə. Aysa, görüntü, sanki dizayn ilə bağlı işləyir. Bax, fikir versən, normalda mən gəlirəm dizayna, bax, bu tərəfdir də bu. Məsəl üçün, belə bir dənə cədvəl görünüşə belə bir şey seçmişəmsə, burada artıq fərqləndirirəm ki, hidden row fərqlənsin, fərqlənməsin, first line, first column fərqlənsin, fərqlənməsin. Yəni, bir növ görüntü ilə bağlı nələrsə dəyişirəm. Yəni, nəsə əlavə etmək falan deyil bu. Yəni, ancaq görüntü ilə. Amma layoutda o qədər komanda var ki, sətir artır, sətir sil, sətir əlavələr, birləşdirirəm, eyniləşdirir, hündürlüyünü bərabərləşdirir. O qədər şey var ki, yəni burada artıq parametrlər genişdir. Dizaynla heç demək olar, ildə ayda bir dəfə istifadə edirsiniz, yoxsa yox. Artıq cədvəl qurtarıb, deyirsən ki, bunun rəngini bir dənə dəyişim. Məsələn, dizaynla o vaxt istifadə edirsən. Amma layout, sən cədvəllə işləyən bir adamsansa, yəni cədvəldən tez-tez istifadə edirsənsə, elə sənin əlin olacaq layoutun üstündə. Çünki ən çox komandalar burada yerləşir. Aydındırmı? İndi nə isə, yəni bunu demək istədim ki, bəli. Bundan əlavə də deyə bilmərik ki, yəni buradan görürük axı layout o table-dan sonra açılan layout deyil də,
Normal bu tablarda olan, əsas tablarda olan layoutdur. Ona görə layout yox, dizayn götürüldü. Nəyə əsasən? Yox, başa düşmədim siz deyəni. Nəyə Mənim əsasən? məsələn bu layout, yəni buradakı layout bu əsas tabların içərisindəki də qoyulub orada. Yəni O heç, deyir ki, o heç, kontekstual o tabdır. heç, o Onu heç, ona o demək heç, o istəyirəm. heç, o heç, o heç, o başqa. Onu bildim. Yəni mən variantlara ümumiyyətlə baxmadım. Qarşısında belə yazdım. Sadəcə demək istədim ki, yəni tutaq ki, burada lap dizayn yazsaydı və yaxud da layout qabağına table da yazsaydı misal üçün, yenə də mən onu seçməzdim. Mən onsuz da bu tərəfə baxmadım ki, burada özüm yazdım. Ona görə dedim ki, yəni o parametri əsasən, o məntiqlə yadda saxlayın. Çünki onsuz da bundan ildə ayda bir dəfə açıb istifadə edirik. Yəni o ildə ayda bir dəfə olduğu üçün dizayndır, görünüşlə bağlıdır. Yaxşımı? Onu demək istedim, hə. Bəli, yəni o da o məntiqə əsasən variantı tapmaq rahatdır onsuz da. Amma yəni bu şəkildə də bilin ki, o dizayndadır. Sonra keçək bu birisinə. Və burada nələrsə əlavə eləyir, simvol əlavə eləyir. Deməli bu insertdir. Bu paragraf iki dənə yerdə var. Bir home'da, bir də layout. Amma xırda-xırda əmrlər varsa, demişdim home'un içərisindədir. Mark entry. Bayaq sual vardı. Bayaq 102, 95-ci sual. Dünənki sual vardı. Yəni yarımçıq qaldığımız sözün qeyd olunması, xüsusi sözlə qeyd olunması. Bax bu mark entry idi. Bu hardaydı? Referans. Referans deyil. Ay sağ ol. Insert sözü olanlar haradaydı? Referansta. Insert sözü olanlar haradaydı? Referansta. Bu insert footnote sözün səhifə sonu və ya sənəd sonunda izahının verilməsi idi. Bu da referanstır. Makros da nəyin içində idi? View'nun ən sonuncu, belə deyək, lent qrupuydu. View'nun içində yerləşir. Aydındırmı? Yəni deyirəm, variantlara baxmadım, belə qarşısına yazdım. Keçək 29-cu suala. Kursor hansı səhifədə olduqda Go-to dialoq pəncərəsinin keçid sahəsi, yəni hansısa bir səhifədə, yəni bilinmir hansı səhifədə. -12 yazısı birinci səhifəyə keçər. Dəqiqə. Birinci səhifəyə keçər. Baxaq. Deməli biz birinci səhifədəyiksə, -12 səhifə geri qayıtsam, elə birinci səhifəyə keçəcək. Yəqin ki, razısınız. Deməli 1. 13-cü səhifədəyəm. 10-cu səhifə geri getsəm, elə yenə birinci səhifəyə keçmiş olacam. Bu da düzdür. Sonra 23-cü səhifədə olsam, 10-cu səhifə geri Birinci qaçsam, səhifə birə bir, keçmərəm. biri niyə seçdin onu başa düşmədim mən. Bax, siz birinci səhifədəsiz. Hal-hazırda birinci səhifə. 10-cu səhifə geri qayıt desəm, zaten mənfi səhifə nömrəsi yoxdur da, elə gedib birdə dayanacaqsan, elə deyilmi? Aha, başa düşdüm. Və ya 5-ci səhifədə ol. Yenə 10-cu səhifə geri qayıt desən, zaten sən maksimum 5 səhifə, 4 səhifə geri qayıda bilirsən onsuz da. 10-cu səhifədə geri qayıt desən, yenə gedib birdə dayanacaq. Yəni onun o tərəfə yolu yoxdur da, elə bil ki, mənfi nömrələnmə səhifə nömrəsi yoxdur. Aydındır mı? Ona görə gedib elə birdə dayanacaq. 23-cü səhifədəsən, 10-cu səhifə geri get desəm, 10-cu səhifə geri gedəndə birə düşməyəcək. Sonra 10-cu səhifədəyəm, 10-cu səhifə geri qayıt desəm, elə bu da birinci səhifədə gedib dayanacaq, elə deyilmi? 12-ci səhifədəyəm, 10-cu səhifə geri qayıt desəm, elə bu da gedib birinci səhifədə dayanacaq. Deməli, 1-də, 2-də, 4-də, 5-də. 1, 2, 4, 5 elə birinci səhifəyə keçidi təmin edir. Aydındır? 30-cu sual. Belə bir ardıcıllıq verilibsə, biz buradan seçəcəyik yaxın olanları diapazondan. 5,9. 15-15, 16, 17, 18, 19, 20, 20, 31-33, yəni B bəndi. 5,9, 15 deməli 20, 31-33 yazmaqla biz artıq oradan rahat şəkildə o qədər səhifəni yazmadan keçid edə bilərik. Cədvəlin bir xanasını bir neçə xanaya bölmək. Cədvəlin bir xanasını bir neçə xanaya bölmək budur. Merge cell birləşdirməkdir. Split table cədvəli ikiyə bölməkdir. Sonra cell mergings xanaların kənar sərhədlərinin məsafəsidir. Yəni bu qıraqlardan qalan məsafələr. Sortdakı nizamlamaqdır. Cavab olacaq burada cədvəlin bir xanasını bir neçə xanaya bölmək deyirsə, cavab olacaq A bəndi. Amma cədvəli bölmək desəydi split table olardı. Keçək deməli 32-ci suala. Cədvəlin sətirlərinin hündürlüklərini avtomatik bərabərləşdirmək üçün hansı əmrə müraciət olunur? Yazın görün variantı. Nə dedi? Sətir dedi, sütun. Sətirlər. Elə birinci deyil müəllimə, yoxsa yox? Yo. Bu deyil. Sətirlərin Avto söz.
Avtofit başqa şeydir. İndi göstərəcəm onu. Sətirlərin hündürlüklərini eyniləşdirmək budur. Sütunların enini eyniləşdirmək budur. Bu da cavab olacaq 5. Bu ümumiyyətlə eni təyin etmək üçündür. Hansısa bir sətrin, daha doğrusu hündürlüyünü təyin etmək üçündür. Bu da xananın enini təyin etmək üçündür. Avtofit isə nədir? Avtofit budur. Bax, tutaq ki, mən cədvəli yaradıram. Cədvəli yaradanda deyirəm ki, mənim onun içində yazacağım məlumat həmin məlumata uyğunlaşsın cədvəl. Bunu seçirəm layoutdan, avtofit vasitəsilə. Bax, bu da əgər kontent seçsəm nə olacaq? Nə yazsam, onun ölçüsünə uyğunlaşdıracaq cədvəldəki məlumatlarını. Bax, bu fikir versəz belə bir görüntü alınır. İndi Ctrl-Z ilə geri qaytarıram. Belə bir cədvəldir. İndi AutoFit-dən deyəcəm, AutoFit tutaq ki, deməli Fixed Column Width. Bax, bunu seçirəm. Bunu seçəndə sütunun eni enlənməyəcək. Yəni nədirsə o artıq keçəcək növbəti həmin xana daxilə növbəti sətrə. Yəni eni bu şəkildə artıq evi dondurub saxladı. Fikir ver, yazdıqca artıq nə olur? Enlənmir. Keçir bax aşağıya. Fikir versizmi? Bir də var, Ctrl-Z ilə geri qayıtdım. Bir də var, misal üçün ölçü balacalaşıb kiçik ölçüdədir. Amma mən deyirəm ki, bu səhifənin eninə, yəni AutoFit window nədir? Pəncərənin eninə uyğunlaşdırsın. Bunu basan kimi artıq o pəncərə eninə uyğunlaşdırılmış olacaq. Aydındırmı? Bu həmin parametrlərdir. Müəllimə, Bəli. xanaların bəs ölçüsün eyni boyda eləmək üçün onu hardan eləmək olar? Məsələn, mən istəyirəm 1 Sətirlərin santimetr olsun. neçə santimetr? Sətirlərin məsələn 1 milli olsun, 1 sant olsun, hamısı eyni olsun da. Bax, əgər xananın hündürlüyünü təyin etmək istəyirsən, budur. Xananın enini təyin etmək istəyirsənsə, budur. Santimetrini yaz. Sonra da bütün yəni məsəl üçün seçirsən hamısını və hamısının eyni hündürlükdə, hamısının eyni enda olmasını istəyirsənsə, bunun vasitəsilə. Bax, misal üçün fikir versən, burada tutaq ki, eni düz uyğun deyil. Amma ən uzun məlumatda budur da, elə deyilmi? Mən indi bunların hamısının eyniləşməsini istəyirəm. Bütün sətirlər eyni ölçüdə olsun. Distrib rows, bütün sətirlər eyni. Artıq sətir zaten eyni idi. Sətirdə bir dəyişiklik yox idi. Amma sütunların da eninin eyniləşməsini istəyirəmsə, o zaman distrib columnsdan istifadə edəcəm. Aydındır? Çox sağ olun, bəli. Siz də sağ olun. Keçən növbəti sualımızda 35. 33, 35-i deyil cavablandırın. Deməli, mətnin seçilmiş hissəsinə abzas çıxıntısı, hanging vermək üçün xəttkeşin hansı elementi istifadə olunur? Bax, elə bir qum saatı kimi düşünün. Bax, qum saatı kimi düşünün bunu. Aşağısına da bir dənə belə oturacağı var. Bax, bu ən yuxarıdakı olduğu üçün bu first indexdir. First, birinci. Bu ortada olan hangingdir. Hanging. Hərf səhv eləyə bilərəm. Bu da left indexdir. Left index. Bax, first nədir? Birinci sətirdə ən birinciyə abzas təyin edir. Hanging olan birinciyə dəymir, bu birisilərin məsafəsini təyin edir. Yəni birinci sətirdən başqa digərlərin məsafəsi. Left isə bütövlükdə bu boş sahənin məsafəsini təyin edir. Gəlin bir dənə Word-də göstərim o sizə. Ctrl-A-la hamısını seçdim, sildim. İndi bax, gəlin bir dənə onu göstərək. Buna keçid etmək istəsəm əslində onu paragrafın alt əmrlərindən, Home-dan və Layout-dan da eləyə bilərəm. Bax, buradan keçid eləyəndə Special'dan. Burada var first line və hanging index. Yəni bunu seçib özüm burada məsafədə yaza bilərəm. Yəni istəmirəm amma özüm əllə eləyəcəm. Gəlin baxaq. Demək, kursoru yerləşdirdim burada. Və fikir verirsiniz, bu qum saatı kimi olan hissənin ən yuxarısının üstündəyəm hal-hazırda. First line indexdir. Məlimdəydi. İndi bunu seçirəm. Sağa doğru sürüşdürəcəm. O zaman birinci sətrə ancaq abzas məsafəsi təyin eləyəcək. Fikir verdinizmi? Ancaq birinci sətrə abzas məsafəsi. İndi ikincisi bu hanging olan var. Bax, hangingin üstündə saxlayaq. Bu, birinci sətrə dəymədən o birisilərin məsafəsidir. Bax, birinci sətrə dəymədi ya. Fikir versiniz, o birisilərin məsafəsidir. İndi Ctrl-Z ilə geri qaytardım. Bir də ən aşağıdakı left olan, left index. Bu da sol boşluq məsafəsi var. Bax, onu bütövlükdə, daha bu fərqləndirmir. Bütövlükdə sağa çəkir. Bax, soldan məsafə təyin edən bu qədər, fikir versəm, sol boşluq sahəsini bu qədər təyin etdim. Aha. İndi məndən nə soruşur burada? Abzas çıxıntısı vermək istəyirəmsə, abzas çıxıntısı. Onda iki vasitəsilə eləyəcəm bunu. Mətnin seçilmiş hissəsindəki abzasın ilk sətrinin əvvəlində, deməli, ilk sətrinin əvvəlində boşluq qoymaq üçün xəttkeşin hansı elementindən istifadə edəcəm? İndi bunun cavabı nə olacaq? Yazın, zəhmət olmasa, səsli deməyək. İki deyirsiniz, iki hansıdır? Yuxarıdakı. Bəli,
Bax, deyir ki, mətnin seçilmiş hissəsinə, yox, 34-ü oxuyuram, mi? Mətnin seçilmiş hissəsinə abzasın ilk sətrinin əvvəli, ilk sətrə deyir də, bax, bu da deyir. Burada yenə abzas çıxıntısıdır, elə deyilmi? Ona görə yenə də mən bunu 2-dən təyin eləyəcəm. Növbəti 35-də mətnin seçilmiş hissəsindəki abzasların əvvəlində boşluq, yəni left indet qoymaq üçün. Leftdəki bu dördbucaq kimi olan variant, nömrəsinə bir dənə baxım. Bu da 3 nömrəli əmr. Bax, bu kvadrat kimi olan hissə var ha. Bax, odur. Aydındır. 36. MS Word proqramının vəziyyət sətrində yerləşən əmrlərin hansı lent tabına məxsus olduqlarını müəyyən edin. Yəni, ümumiyyətlə, bunlar başqa da harada yerləşir, bunları tapmağımız tələb olunur. Burada page 1 of 1, burada dil hissəsidir, bu da zoom hissəsidir. İndi burada tapmalıyıq ki, hansı-hansının içərisində yerləşir. Zoom view-daydı da, görünüşlə bağlıdır, yəqin ki view olar. Aha, bu 3-7. qoy İki sizə də deyil. variantlar. Burada sizə düzgün cavab oldu. görsənmir. Düzgün cavab görsənmir, düzgün variant da belə qarşınıza qoyum ki, rahat seçə bilərsiniz. Gözləyin. Düzgün cavab çünki burada yoxdur. Buyurun, baxın variantdan seçin. D variantıdır onda. D variantı. Bəli, başqa variantı düşünən var. Doğrudur, D variantı doğrudur. Deməli, birincisi, bax burada page of 1 of deməli, nə yazılıb? Bu səhifə ilə bağlı. 1 olacaq harda? Insertdə, səhifə nömrəsi ilə bağlı, düzdürmü? Və birinci, yəni nömrələnmədə elə birdən başlayır. Sonra burada yazılıb dil hissəsi. 2 olacaq harda? Review'un içərisində. Çünki biz oradan dili təyin eləyə bilirik. Üçüncüsü isə sırf görünüşlə bağlıdır. Yəni zoomdur da, miqyasdır. Bu da view'un içərisində yerləşir. Bəli, doğru cavab D bəndidir. 36 idi. 37-yə baxaq. MS Word 2019-da açıq sənədlərin siyahısına baxaraq bir sənəddən digərinə keçmək üçün hansı əmrdən istifadə olunacaq? Açıq olan pəncərədən digərinə keçmək istəyirəmsə, switch window-dan istifadə olunacaq. Burada hansı tabın içində yerləşir? Kimin yadında qalıb desin? Səsli desin. View-da. Windows içində View-da, yerləşir. Ay, sağ ol. Bəli, window lent qrupunun içərisində yerləşir. Switch window, hal-hazırda məndə bir dənə fayl açıqdır. Yəni bir çox açıq olanda orada siyahını göstərir. Doğrudur. 38-ci sualla davam edirəm. Bircə saniyə. Sənədlərin mühafizəsi. Mühafizəni hardan eləyərəm? Fayldan eləyərəm. Bir olacaq B. Başqa da hardansa eləyə bilərəmmi? Eləyərəm, amma variantlar var. Review'dan. Var. Hə, Review'dan review verilmir. eləyirsən protect. Bəli, Review'la fayldan. A və F. Deməli, bir olacaq AF. Elə variantımız çıxdı, amma davamına da baxaq, bəlkə səhvdir. Sənədin formatlanması. 2 olacaq B. Bəli, formatlamaq üçün görüntünü dəyişirik əsasən. Bu da fontdan icra olunur və yaxud da abzas formatlayıramsa paragrafdan. 2 olacaq B, düzdür. Üçüncüsü C. Səhifələrin nömrələnməsi. C nədir? Insert, düz deyir. Səhifə nömrəsi insertdəndir. Dördüncüsü sətirlərin nömrələnməsi. Deməli, sətirlərin nömrələnməsi həm A verir, Layout. həm sətirlərin nömrələrimizi həm fayl verib, A-nı verib, həm də D-ni verib layoutdan. A-dan da eləmək olarmı və olarsa hardan? Page setup'dan bəli. Ay, sağ ol, page setup'dan. Oradan hara keçirəm? Printdən keçirəm bunda. Aydındır? Ona görə bu da doğrudur. Bəli, D variantı doğrudur. Tamamilə düz. Keçdik 39-a. Demək, MS Word 2019-da verilmiş lent qrupu hansı lent tabına aiddir? Elə indicə dediniz. Window hardaydı? View-nun View. View'da. içərisində. 40-cı sual. MS Word 2019-da verilmiş lent qrupu Review. hansı lent Review'da. tabına? Bəli, Review'da. sözlərlə bağlı olanlar dildir, nə bilim, sözlərin sayıdır, language-dir və bunlar hamısı review'dadır. İndi buradan seçəcəyik. Deməli, mətnə parolların qoyulması. Parol qoya bilərik. Mətnə parol qoya bilərik. Redaktəyə parol qoya bilərik. Hardan? Review'un içərisində. İndi siz variantları əsl variant olaraq da seçə bilərsiniz. Və yaxud da variantsız da yaza bilərsiniz. Bir olacaq deməli A, review'da A. Başqa da deməli orfoqrafik qrammatik səhvlərin düzəldilməsi. Bir olacaq A-dan C. Baxaq görək davam da doğrudurmu? 2-də B. Tək və güc səhifənin qalan tutumlarının fərqlənməsi layout doğrudur. Başqa da hətta bunu fayldan da eləyə bilərsiniz. Tək və hətta kontekstual tab yaradan dizayndan da eləyə bilərik. Nədir o adı? Hidden footer əlavəliyində dizayn yaranır. Oradan da eləmək olar. Sonra növbəti referanslı isə veriblər D-ni. Baxaq görək düzdürmü? Müxtəlif kitablara, qəzetlərə, jurnala istinadların verilməsi. İstinad vermək doğrudur. Seçilmiş mətnin formatının başqa mətnə köçürülməsi. Bu da hardaydı? Fondaydı.
Mübadilə bufferinin içərisindəyik, yəni heç birinə aid deyil. Cavab olacaq C bəndi doğrudur. 42-ci sual. Səhifənin sonunda seçilmiş hər hansı sözə əlavə izahın verilməsi. Bunu demişdik, referansın içərisində yerləşir footnote. Bunu header footer ilə qarışdırmayın. Bax, bu sual çox vaxt qarışdırılır. Referansın içərisində footnote. İstəsək səhifə sonuna, istəsək sənəd sonuna izah verə bilərik. Insert footnote səhifə sonu, insert endnote sənəd sonuna izah vermək üçündür. Yazırdığı şeir, ədəbiyyatlarda var idi şeirlər, Badu Səba yazırdı. Üstünə yazırdı bir, altına onun izahını verirdi. Ədəbiyyat kitablarında daha çox istifadə olunur. 43. MS Word 2019-da Violet tabına aid olan New Window əmrinin yeni yetirdiyi funksiya. Aha, və çox vaxt bu qəbula düşüb misal üçün bu sual. New Window yeni bir sənəd yaratmır. Yeni bir sənəd yaratmır. Cari, Ha? cari pəncərədə açır. Cari Cari pəncərəni yeni səhifədə açır. Aha, bəli, cari sənədi, bax hal-hazırda cari sənədi yeni pəncərədə açacaq. Baxın, dokument 1.2. Yəni eyni sənəddir, sadəcə cari sənəd yeni bir pəncərədə açıldı. Niyə istifadə edirik onu? Çox vaxt olur ki, orijinalına birdən çaşıb nəmi save eləməyək. Axı elə olur ki, avtosave qoyduq. Hər dəfə nəsə əlavə, nəsə dəyişsən, avtomatik save olunar deyə. Biz onu başqa bir kopya kimi açırıq ki, lazım gəlsə buradan istifadə edək. Aydınmı? Yəni yeni bir Word sənədi yaradı tamamilə yanlış fikirdir. Mövcud sənədi yeni pəncərədə açır. Elə bu cavab olacaq bizdə B bəndi. Profildir, linksdə tekstdir. Uyğunluğu müəyyən edin. Profil, links, tekst. Aha. Profil review'dadır. Aha, profil E, hansı dil qaydalarıdır, düzdürmü? Profil. Bax bu profil. review'da. Düzdürmü? Bax bu Hı hı. profildir. Bu profil. Profil. Sonra Links də text, linkdədir ada. bu text link qrupudur, elə deyilmi? Bu da link daha sağ, links. Bəs bu nədir? Bu elə captiondır, düzdürmü? Bu captiondur. Bu nədir bə? New comment. Kommentariyada Maalesef bu da comment. həm insert də var. O balaca olan bir dənə olan insertdədir, amma bu deyəsən yox. Bu Bu referansdadır. review'da olandır. Geniş Review'da, verilən hə. review'da çağırsal. Kaç olan insertdədir. Bəli. Amma Excel-də insert-də yoxdur, yadınızda saxlayın. Bir dənə review'dadır. Ay sağ ol, bir dənə review'dadır. Sonra 45. Sənəddə rast gəlindikləri səhifələrin nömrələri göstərilməklə verilən söz və ya söz birləşmələrindən ibarət vacib mətn elementlərinin siyahısını yaratmaq. Deməli, deyir ki, səhifələrin nömrələrini göstər, verilən söz və söz birləşmələrindən ibarət vacib mətn elementlərinin siyahısını yarat. Yəni, bu sözlər hansı səhifələrdə var? Hansı olacaq? Göstərir. B variantı. Referansın içərisində bəli. Referansın içərisində bəli, indeksdir. İndeks vasitəsilə biz bu mərkəntli ilə nişanlayırıq sözləri, sonra isə artıq siyahını yaradırıq ki, görək hansı səhifələrdə həmin sözlər istifadə olunur. Bəli, indeks vasitəsilə. D variantı doğrudur. Növbəti 46-cı sual. Sənəddə rast gəlindikləri səhifə nömrələri göstərilməklə böyük həcmli ifadələrin qısaltmaları. Bu Azərbaycan belə deyək də ədəbiyyatlarda belə adlandırılır. Abreviatura, yəni qısaltma. Məsəl üçün random access memory sözü necə yazılır? RAM şəklində yazılır. Yəni buna deyilir abreviatura, yəni qısaltma. Bu qısaltma da hardan təyin olunur? Bu da referansdan. Hardaydı bu? Referansdan Table of Authorities. Bax bu bölmədən. Biz artıq sözləri qısaldırıq. Yəni Y bəndi. Növbəti 47. Yəni o kitabların aşağısındakı adları da soruşlar bizdən. Elə bu tip sual düşə bilər də, belə sual da istəyir. Hə, belə sual Bunları düşə bilər. öyrənmirəm. Bunlara Bunlar- baxmıram heç. Niyə ki, bunlara baxın. Aha, sənədlərdə cədvəllər, diaqramlar, şəkillər və digər obyektlər adlandırılma. Nə idi o? Caption, elə deyilmi? Göstərim Word-dən. Dəqiqə. Referansların caption vasitəsilə nəyi adlandıra bilərəm? Gəlirəm, baxıram. Equation, düstur, fiqur və cədvəl. Bunlar adlandırılır. Yazırıq şəkil 1, şəkil 2, fiqur 1, fiqur 2. Nərdəydi? Hə, deməli bu nədir? Insert caption vasitəsilə biz onu əlavə edə bilərik. Adlandıra bilərik daha doğrusu. Sənəddə seçilmiş şəkli səhifənin soluna düzləndirmək üçün hansı tabda soluna düzləndirmək istəyirəmsə, ümumiyyətlə obyektlərlə bağlı olan arrange link qrupu layoutda yerləşir. Obyektlərlə bağlı, deməli layoutda arrange-də yerləşir. Soluna düzləndirmək isə burada var da position. Bunlar obyekt yoxdur deyə aktiv deyil. Gəlin bir dənə obyekt əlavə elədiniz. Gəlirsiniz layouta, buradan da positiondan hara istəyirsən düzləndir. İstəyirsən mətnə nəzərən də düzləndirmə eləyə bilərsən. Bu sadəcə fiqurun düzlənmə, yəni yerləşməsidir. Sonra Amma bu sualı bir də oxuya bilərsiniz.
Sənəddə seçilmiş şəkli səhifənin soluna Ha, düzləndirmək. şəkil deyil. Şəkil. Mən elədim sağa sola düzləndirmə var ya, onu Yox, yox, bildim. şəkil deyil. Şəkil deyirsə bu obyektdir. Obyektdə də arrange lent qrupu mütləq lazımdır. Sonra 49-da. Deməli, change təsdiqlənmə bu review'nun içərisində yerləşir. Bu dizaynda yerləşir. Bu review'da yerləşir. Paragrafın az olanı deməli layoutda yerləşir. Layoutda yerləşir. Bu home'dakı daha çoxdur da, elə deyilmi? Daha yazdım üstünə. Sonra keçdik uyğunluğu müəyyən edin. Smart Art bu insertdə yerləşir. Cross referans həm insertdə yerləşir, həm referansda yerləşir. İki yerdə var. Table of Contentdə referansda yerləşir. Sənədə daxilində çarpaz istinad. Çarpaz istinad budur. 2 olacaq A. 2 olacaq A. Sonra elə bir dənə variant da görək uyğun gəlir elə digərləri. 1 olacaq D. Sənədə müxtəlif tipli sxemlər əlavə edir. Düzdür, insertdə yerləşir. 3-dəki Y. Table of Content mündəricatdır. Bəli, sənədə mündəricat əlavə edir. Mən yerlərini dedim. Buradan da adlarını soruşurdum. Keçdik 51-ci suala. Doğru deyil. Doğru deyil. 51-də doğru olmayanlar seçimlərdən deyil, hansı doğru deyil. Baxaq. Birincisi, söz üzərində sıçanın sol düyməsi 3 qat klikləndə həmin söz seçilmiş olacaq. Əslində yox. 2 dəfə klikləndə seçir, bir dəfə də klikləndə o seçim ləbici ləğv olmuş olur avtomatik. Ona görə bu variant doğru deyil deyirsə elə birisi götürəcəm. Uşaq, səsimi eşidirsiniz? Uşaq, səsimi... Bəli. Aha. Bəli, mən eşidirəm. İndi Bayaq qırılır tam olub gəlir. Hə. Burada F8 funksiyaal düyməsi 4 dəfə basılması mətnin bütünlüklə qeyd edilməsini yerinə yetirmək üçündür. Yanlışdır. 5 dəfə olmalı idi. 5 dəfə. Bəli. Homelet tabının editing lent qrupuna select olan əmri bütün sənədi seçmək üçündür. Düz deyir. Editingin Düzdür. içində var. Bəli. Sənədin sol kənar sahəsinə sıçanın sol düyməsini 2 qat kliklənməsi abzas seçir. Düz deyir. Bir dəfə də Düzdür. sətirdir, 3 dəfə də bütöv mətndir. Doğrudur. Kontrol düyməsi basılı vəziyyətdə saxlanılmaqla cümlənin istənilən yerinə sıçanın sol düyməsi klikləndə cümlə seçilir. Düppədüz. Amma kontrola basıb sol sahədə klikləsən, onu bütöv sənəd seçilər. Mətn hissəsini düzbucaqlı formada seçmək üçün alt düyməsi basılı saxlanmalıdır. Bəli, basılı saxlayıb sürükləməklə. Bu da düzdür. Bu da düzdür. Pardon. Necə? Səsiniz qırıq-qırıq gəldi mənə. Bir dəqiqə gözləyim. Mən kompüterin yerini dəyişim. Deməli, burada set məncə düzəldi. Burada doğru deyillər soruşulur deyə. Doğru deyil 1 və 2. 1 və 2. Qalan hamısı doğrudur. 52-ci sual. 3 dənə sualımız qalıb. Cədvələ yeni sətrin əlavə edilməsi düzgün ardıcıllığını göstərin. Cədvələ yeni sətr artırmaq üçün hara daxil olmalıyam? Yeni sətr artırmaq üçün kontekstual tabula layouta daxil olmalıyam. Oradan da sətr artıracamsa, sətr aşağıya doğru artırılacaq. Elə deyilmi? Onda olacaq nə? Insert nə? Above. Row. Göstərdim sizə. Above bayaq yuxarı deyildi. Bax, Above sətr yuxarı. artıraq. Ümumiyyətlə, sətr artırmaq deyil. Aşağı, yuxarı demir. Bax, məsəl üçün, buranı seçirəm. Fikir versəniz, gedirəm layouta. Bax, burada insert above yuxarı, insert below aşağı. Insert left, insert right da bu sütun artırmaq deməkdir. İndi daha mənə demir aşağıya artır, yoxsa yuxarıya artır. Ya insert above seçəcəm, ya insert below seçəcəm. Aşağıya sətr desə insert below, yuxarıya desə insert above. Aydındır? Bəli, çox sağ ol. Hı -hı. Ona görə cavab olacaq nə? D bəndi. Növbəti 53. Sənədə TXT formatını yadda saxlamaq üçün fayl tabının hansı əmri seçmək lazımdır? Təbii ki, yadda saxlayanda save as seçib oradan fərqləndirəcəyik də biz. TXT-də notepaddir. O da ancaq mətnin formatını saxlamır. Ancaq mətnin şriftlərinin kodunu saxlayır. Yəni ASCII standartında olan şriftləri saxlayır. Yəni orada bir format verirsənsə, o formatı yadda saxlamır. O ancaq məlumatı saxlayır. Sənədə daxil edilmiş cədvələ yeni sütun əlavə etmək üçün hansı ardıcılıqdan istifadə olunur? Yəni sütun artırmaq istəyirəmsə, gedəcəm birinci layouta, hansı layouta? Kontekstual tabula layouta. Buradan row and columns'dan istifadə edəcəm. Sütun artırmaq istəyirəmsə, yəni indi sola doğru desə insert left, sağa doğru desə insert right. Sol sağ deyib, yox deməyib. Demək page layout yox. Layoutdan row and column, aha. Elə burada, elə B bəndi. Layoutdan row and column daxil olacam. Daha buradan demir ki insert left yoxsa insert right. Daha onu deməyib deyə mən elə B variantını seçirəm. Çox xırdalıqla getmirəm. 55-ci sual. MS Word 2019 mətn prosessorunda hansı görünüş rejimində qrafik obyektlər görsənmir? Bax, print layoutda hər şey görsənir. Demək, bir outline-da görsənməyən struktur rejimi. Modda. Bir də draft rejimi Draftda. görsənmir. Bəli, 1-2.
Web layoutda sütunlar ləğv olunur. Sonra outlarda da sütun ləğv olunur. Draftda da sütun ləğv olunur. Aydındırmı? Başqa nə dedik? Bir də ki, iki dənə tığ olanlarda dedik, iki xəttkeşdə görsənir. Bir dənə tığ axırında bir dənə tığ olanlarda sadəcə üfüqi xəttkeş görsənir. Ümumiyyətlə tığsı olmayanlarda heç bir xəttkeş görsənmir. Bu da belə.